Hər vaxtınız xeyir olsun. Mən Kamil müəllim. Yenə də bir video izahla qarşınızdayım. Bu dəfə də sizə Azərbaycan dilindən bir test tapşırığını izah eləməyə çalışacağam. İzaha keçməmişdən öncə sizdən xahiş edirəm ki, kanalıma abunə olun, videolarımı bəyənin, hətta paylaşın. Və bu kimi videolardan xəbərdar olmaq üçün daim kanalımı izləyin. Kanalım həm abituriyentlər üçün, bütün belə deyək də 5-11-ci sinif şagirdləri üçün, eyni zamanda müəllimlər üçün, müəllimlərin işə qəbulu imtahanına hazırlaşan namizədlər üçün faydalı materiallarla zəngindir. Və davamlı olaraq da belə videolar, izahlar kanalımda yerləşdiriləcək. Belə, keçək sualımızın izahına. Deməli, əziz izləyicilər, baxın, burada mən sizə sual 12-ni izah eləməyə çalışacağam. Maraqlı bir sualdır, tez-tez imtahanlarda, testlərdə qarşımıza çıxır. Sualda deyir ki, cümlələrin birində xəbəri iki şəxsdə düşünmək olar. Baxaq görək, hansı cümlənin xəbərini iki şəxsdə düşünə bilərik. A cümləsini oxuyuruq, istər böyük olsun, istər kiçik. Aha, burada olsun, kim böyük. Artıq, yəni belə deyək də, bu xəbəri yalnız üçüncü şəxsdə düşünə bilirik. Üçüncü şəxsdə. Yəni, istər böyük olsun. Yəni ki, böyük yerinə o sözünü də qoya bilərik. O olsun. İstər kiçik. Burada da xəbər ixtisar olunub, təkrar olunmasın deyənə. Yəni, kiçik, kim, olsun da xəbər. Belə deyək də, xəbəri iki şəxsdə düşünə biləndə, xəbərin əvvəlinə, məsələn, mən, sən, hansısa, belə deyək də, ən azından iki şəxs əvəzliyini ayrı-ayrılıqda qoymaq mümkün olur. İki cür, yəni ayrılıqda işlətmək cümlənin xəbərini mümkündür. Burada isə mümkün deyil. Hər kəslə öz dili ilə danış. Hər kəslə öz dili ilə danış. Fikir hamıya aiddir. Bu ümumi şəxsli cümlədir. Danış. Xəbər ikinci şəxsin təkindədir. Bunu artıq biz başqa bir şəxsdə düşünə bilmərik. Aydındırmı? Bu mürəkkəb cümlədir. Birinci tərəfində xəbərlər, deməli, birində ixtisar olmuşdur. Biz bərpa elədik. Bu da üçüncü şəxsdədir. Bu da üçüncü şəxsdədir. Bu xəbər isə ikinci şəxsdədir. Yəni, eyni bir xəbəri iki müxtəlif şəxsdə düşünmək olmur. Ona görə bu testdə cavab A bəndi ola bilməz. Keçək B-yə. Təzə ay görünəndə köhnə ay yaddan çıxır. Yaddan çıxır. Nə? Ay yaddan çıxır. Yəni, mən yaddan çıxır və yaxud sən yaddan çıxır olmaz. O yaddan çıxır. Başqa sözlə o deyəndə ay nəzərdə tutulur. Ay yaddan çıxır. Burada da xəbər yalnız üçüncü şəxsin təkində düşünmək mümkündür. Ona görə biz B-ni də götürə bilmərik. Keçək C variantına. Yaxşı vaxt keçir, ömrünü mənalı yaşa. Hə, bu cümlə yaxşı vaxt keçir, bir də ömrünü mənalı yaşa. Bu ümumi şəxsli cümlədir. Sən, yəni yaxşı vaxt keçir. Sadəcə olaraq biz bura sən sözünü qoymuruq. Fikir hər kəsə aiddir. Bilirsiniz ki, belə cümlələrdə mübtədanı bərpa eləmək uyğun deyil, düzgün deyil. Ömrünü mənalı yaşa. Yəni, bütün ikinci şəxslər ümumi olaraq nəzərdə tutulub. Bu xəbərlərin hər ikisi daha doğrusu ikinci şəxsdədir və yəni başqa şəxsdə deyil. Amma burada birinci, bax, bu xəbər var. Bu xəbəri mən üçüncü şəxsdə düşünə bilərəm. Məsələn, cümlənin birinci ümumi şəxsli cümlə kimi belə təhlil eləmişdim. Yaxşı vaxt keçir. Vaxtı, yəni keçir. Necə vaxtı keçir? Yaxşı da təyin. Bir də deyə bilərəm ki, yaxşı vaxt keçir. Vaxt sözünü lap cümlənin əvvəlinə də gətirə bilərəm. Vaxt, burada təsəvvür linki yoxdur. Vaxt yaxşı keçir. Ömrünü mənalı yaşa. Nə? Vaxt mübtəda olacaq bu zaman. Üçüncü şəxsdədir. Vaxt o deməkdir. Üçüncü şəxsdədir. Vaxt yaxşı keçir. Yəni, bu xəbər də bu zaman üçüncü şəxsdə olacaq. Ömrünü mənalı yaşa. Və, məsələn, deyə bilərəm ki, ömrünü mənalı yaşa. Hətta və bağlayıcısı ilə bu tərkib hissələri bağlaya bilərəm. Aydındırmı? Hə, o zaman cümlə olacaq mürəkkəb cümlə. Yəni, birinci tərəfdəki bu keçir xəbərini həm ikinci şəxsdə, həm də üçüncü şəxsdə düşünmək mümkündür. Ona görə bu testimizin doğru cavabı eləyəcəkdir C variantı. Və burada bir şey də izah edeyim ki, sizə bu hissəni bir silək və aydın görünsün. Hə, deməli, bir şey də izah edeyim ki, mən bu cümlənin xəbərini ikinci şəxsdə düşündükdə yaxşı vaxt keçir. Yəni, sən yaxşı vaxt keçir mənasında düşünsəm ikinci şəxsdə. Xəbər feilin əmr şəklində olacaqdır. Keç sözün köküdür, ir də burada leksik şəkilçi kimi düşünüləcək.
Amma vaxt sözünü lap bir anlıq rahat siz başa düşəsiz deyib əvvələ keçirirəm. Deyirəm ki, vaxt yaxşı keçir. Burada artıq keçir sözü indiki zamandadır. Keçir. Keç-kök ir də indiki zaman şəkilsi. Gördünüzmü? Feilin şəkli də dəyişdi. Yəni, həm burada biz bu keçir sözünü düzəltmə, həm də sadə feil kimi düşünə bildik və bəli, bu zaman xəbər iki şəxsdə, yəni keçir sözü bütün məqamlarda xəbərdir, amma həm ikinci, həm üçüncü şəxsdə düşünmək oldu. Ona görə qeyd edirəm ki, bu testimizin bəli, doğru cavabı C variantıdır. Gəlin digər variantlarımıza da baxağın. Ona görə bir balaca buranı təmizləyək və yazaq. Deməli, söz var, söz var. Var burada predikativ xəbərdir. Nə? Söz. Bu da üçüncü şəxsdədir da, o var, yəni söz var. O dillərə ağızdan düşür. O, deməli, dillərə ağızdan düşür. O düşür. Düzdür? Burada xəbər yenə neçənci şəxsdir? Üçüncü şəxsdir. Artıq burada o konkret işlənibdir. Mən dillər ağızdan düşür, sən dillər ağızdan düşür deyib xəbəri başqa şəxslərdə düşünmək olmur. Heç bir xəbəri burada. Sonra ağız var. Var, nə ağız? Yenə üçüncü şəxsdədir. Orada söz nüfuzdan düşür. Söz nüfuzdan düşür. Yəni o nüfuzdan düşür. Bu xəbərdə üçüncü şəxsdədir. Başqa şəxsdə düşünmək olmaz. Günəş elə bil ki, zirvədə yatır. Yatır nə? Günəş yatır. Burada xəbər üçüncü şəxsdədir. O yatır yəni. Baxıb bir lövhəyə heyran qalmışam. Heyran qalmışam. Deməli, burada da mən heyran qalmışam. Burada da xəbər birinci şəxsin təkindədir. Başqa şəxsdə düşünmək olmaz. Aydındırmı? Ona görə bəli, bu testimizdə bir daha qeyd edirəm ki, doğru cavab C variantı götürülməlidir.